Avqust ayında varlanacaq bürclər. Bu ay Şir bürcünün maliyyə vəziyyəti müsbət şəkildə dəyişəcək. İş həyatında böyük uğurlar əldə edəcək, yeni təkliflər və mükafatlar sizi gözləyir. Yatırımlarınızdan gəlir əldə etmək də mümkün olacaq. İkin Oğlaq. Oğlaq bürcünün maliyyə baxımından çox uğurlu bir ayı olacaq. Əvvəlcədən başladığınız işlərdə və layihələrdə yaxşı nəticələr əldə edəcəksiniz. Maddi sabitlik və yeni gəlir mənbələri açılacaq. 3. Dolça bürcü üçün avqust ayında gəlirlər artacaq. Yeni iş təklifləri və yüksələn iş imkanları sayəsində maliyyə vəziyyətiniz yaxşılaşacaq. Yatırım etdiyiniz sahələrdən fayda tərəziniz. Tərəzi bürcünün bu ay maliyyə vəziyyəti inkişaf edəcək. İşdə göstərdiyiniz zəhmət və əməyin qarşılığını alacaqsınız. Həmçinin qeyri-adi gəlir mənbələri də ortaya çıxa bilər. Avqust ayında bu bürclər özlərinin maliyyə sahəsində böyük müvəffəqiyyətlər əldə edəcək, həmçinin gəlirlərində əhəmiyyətli artım gözlənilir.